Bir neçə gün əvvəl Biləsuvar-Bəhramtəpə magistral yolunun Nəsimi kəndindən keçən hissəsində günorta radələrində hərəkətdə olan avtomobil tərəfindən vurulan, hərbi xidmətdən yenicə qayıdan gəncin həyatını xilas etmək mümkün olmayıb. Belə ki, rayonun Bəydilik kənd sakini Tofiq Əliyevin idarə etdiyi Mercedes markalı mikroavtobus hərəkətdə olarkən yolun kənar hissəsində gəzən piyada Rəşad Əkbərovu vurub. İlkin məlumata əsasən sürücü qarşısına qəfil çıxan inəyi vurmaqdan yayındığı üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun sağ kənarına çəkib. Məhz bu zaman telefonla danışaraq yol kənarı ilə hərəkət edən piyadanı vurub. Ağır kəllə beyin travması alan piyada dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstə bir neçə gün həkimlərin ciddi nəzarətində olsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bunu deməyə ehtiyac yoxdur ki, fakt göz qabağındadır. Uşağı bax burada vurub, burada da beynini dəyib yerə partlayıb qan gedir beynindən, inan dəhşət. Güzdən qoyulan maşına göndərilə getdi xəstəxanaya. Burada tezdə maşınlar gözləmirlər, sözün açığı gözləmirlər. Çox özdə radarda qoyulub bu yaxınlarda, radar da var. Hələ radara da meyil verən yoxdur. Çox sürətlə sürürlər, həddindən artıq sürətlə sürürlər maşınlar. Faktla bağlı qəza baş verən ərazidə müvafiq prosedurlar aparılmaqla araşdırmalar hüquqi müstəvidə davam etdirilir.